Xalq artisti Zemfira Əli qızı Nərimanova 1959-cu il aprelin 20-si Bakıda anadan olur. Hüquq işçisi olan atasının yolunu davam etdirmək istəsə də, təsadüf nəticəsində aktris olmaq qərarına gəlir və sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna verir. İmtahanlardan uğurla keçir, amma ailəsi bu xəbəri eşidəndə heç də şad olmur. Atası fakültəni dəyişməyi tələb etsə də, Zemfira aktrisalıq oxumağı davam edir. Aktrisanın sözlərinə görə, atası ölənə qədər onu bağışlamır. 23 yaşında anasını, bir neçə ildən sonra atasını itirən Zemfira ailə qursa da, ailəsi uğurlu olmur və o ayrılmaq məcburiyyətində qalır. 3-cü kursun axırlarında hazırladıqları tamaşaya dövrün ən yaxşı rejissorlarından biri Tofiq Kazımov baxır və Zemfiranı Akademik Milli Dram Teatrında səhnələşdirdiyi Yastı Təpə tamaşasında rola dəvət edir. Zemfira Nərimanova 1980-ci ildə Tofiq